olsa deyərdim ki, mən burada gördüyüm müalicəni heç orada görə bilməmişdim. Mən özümdə değişiklik hiss eləyirəm. O şişkintilər azalıb, oynaqlarımda, ağrılarım. Elə müalicələr keçib ki, məli buradaca sağalıb gedirəm. Ona görə əvvəla Allahıma təşəkkür edirəm. Sonra balalarıma, şəxsən qızım Nərgizə təşəkkür edirəm. Sonra da mənə xüsusi qulluq eləyən həkimlərimə təşəkkür edirəm. Buradan çox razı gedirəm, təşəkkür edirəm. Hamısı adamların göz eybinə, yaxşı şey göstərməz, yaman gözsün adam. Gözlərin ceyranı, bəhətən deyil, təzədən başlayır. Yok, değil, kalındır. Gözlerin ceyranın gözünde olsun, çirkin ayağına bakma olsun. Ey ev aktarmakta akıl olan şəxs, aynanın işini sen görme, əbəs, o sir saklayandır. Hiçbir kimsenin sirrini yanında söylemez senin.